Həzrəti İbrahim əleyhissalamın imtihanıdır. Həzrəti İbrahim əleyhissalamı Allah təbarək və Teala imtihan edir. İllərlə uşaqsız qalan Həzrəti İbrahim əleyhissalam nəhayət ki, oğlu İsmail əleyhissalamı əldə elədi. Rabbi həbli minəs salihin. Dedi, ilahi, mənə salihlərdən bəxş elə, bir övlad qismət elə. Bu uşaq onun qocalıq sevincidir. Amma bir gün Allah ona əmr elədi. Ey İbrahim, oğlunu mənə qurban ver. Məsələn, Həzrəti İbrahim əleyhissalam həsrətlə bir övlad gözləyirdi, qoca yaşında. Allah təbarək və Teala bir övlad qismət elədi, salih bir övlad qismət elədi. Amma sonra imtihan olaraq Həzrəti İbrahim əleyhissalama dedi ki, oğlun İsmaili mənə qurban ver. Nə dedi İbrahim əleyhissalam? Etiraz etdi. Sual verdi ki, ilahi, niyə mənə bu əzabı verirsən? Niyə mənə deyirsən ki, övladı qismət elə? Demədi. Nə dedi? Dedi, oğul, Allah mənə səni qurban verməyi əmr eləyib. Bunun üçün nə deyirsən? Əgər sən desən, etiraz eləsən ki, atacan, mən qəbul eləmirəm, mən Allah təbarək və Teala ilə münacat eləyim. Deyim ki, ilahi, razı deyil övladım. Mən qəlbimdə razıyam, amma övladım razı deyil. Oğlum, nə deyirsən? İsmail əleyhissalam dedi, sətəciduni inşaallah minəs sabirin. Dedi, atacan, sənə əmr ediləni et. Yəni, Allah təbarək və Teala, Rəbbim sənə nə əmr eləyibsə, onu icra elə. İnşaallah səbr edənlərdən olaram. İnşaallah minəs sabirin. Bu təslimiyyət ilk öncə ata oğulun Allaha olan sevgisinin zirvəsidir. Bu birinci məsələdir, Allaha təslimiyyətdir. İkinci, övladın ataya olan təslimiyyətidir. Sözünün qırılmamağı məsələsidir. Baxın, Allah təbarək və Teala bu ayədə bizə iki məfhumu çatdırır. Biri valideynin sevgisi, ikinci Allahın sevgisidir. Və o anda bıçaq İsmail əleyhissalamı kəsmədi. Çünki bu imtihan canı almağı yox, ürəkləri ölçmək idi. Allah təbarək və Teala imtihan elədi